Tarixdə elə hadisələr var ki, onlar sadəcə bir zəfərin deyil, bütöv bir xalqın, milli kimliyin, millətin formalaşmasında mühüm rol oynayır. 15 sentyabr 1918-ci il tarixi də məhz belə günlərdəndir. Bu zəfər həm də Azərbaycan-Türkiyə qardaşlığının əbədi rəmzidir. Məhz bu tarixdə Qafqaz İslam Ordusunun rəhbərliyi altında Azərbaycan və Türk əskərləri Bakını daşnaq, bolşevik qüvvələrinin işğalından azad edərək Azərbaycanın dövlət müstəqilliyi uğrunda tarixi zəfərə imza atdılar. Birinci Dünya Müharibəsinin gedişatında bolşeviklərin Rusiyada hakimiyyəti ələ alması ilə Qafqaz cəbhəsi ləğv olundu. Və faktiki olaraq Qafqaz müsəlmanlarının aqibəti çox böyük təhlükələrlə üzləşirdi. Belə bir vəziyyətdə 1917-ci ilin hələ dekabrında görkəmli Azərbaycan sərkərdəsi Əlağa Şıxlinskinin başçılığı ilə Azərbaycan hərbi hissələrinin, yəni milli hissələrin yaradılmasına başlanmışdı. Təbii ki, Azərbaycanın milli düşüncəli insanları, milli hərəkatın aparıcı xadimləri milli hərbi hissələrin yaradılması qayğısına artıq qalırdılar. Lakin proseslər o qədər dinamik idi ki və nəzərə alınsa ki, həmin dönəmdə Qafqaz cəbhəsinin ləğvi ilə əsasən hərbi sursata sahib olan ermənilər həm Bakıda toplaşmışdılar və onların böyük ideyaları, planları var idi. Üstəlik Azərbaycan muxtariyyətini gerçəkləşdirmək qarşısında böyük bir müttəfiq ordu sanki yaradılmışdı. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Tiflisdə, keçmiş Canişin sarayında öz istiqlaliyyətini elan etməsindən 20 gün sonra Milli Hökumət müvəqqəti olaraq Gəncədə yerləşdi. Həmin dövrdə Bakı şəhəri Bakı Xalq Komissarları Sovetinin bolşevik erməni silahlı birləşmələrinin işğalı altında idi. Cümhuriyyət hökumətinin başlıca vəzifəsi Bakını daşnaq, bolşevik işğalından azad etmək olsa da, Milli Hökumətin ixtiyarında olan 600 nəfərlik qüvvə ilə Bakı Sovetinin 18 minlik qoşununa qarşı hərbi əməliyyatlar keçirmək mümkün deyildi. Belə bir vaxtda Azərbaycan hökumət təmsilçiləri İstanbula gedərək Osmanlı Türkiyəsindən hərbi köməklik istədilər. Cənubi Qafqaz Seymi dağılmaq üzrə idi. Bir dövlət qura bilmədi, güclü dövlət qura bilmədi. Bunların hər biri, yəni Azərbaycan, Gürcüstan, Ermənistan, bunlar Türkiyə ilə Batumda danışıqlara başlamışdılar. Və Seym artıq dağılırdı. Azərbaycan da əlbəttə belə bir dövlət qurmaq üçün bütün şəraitdən hazır idi. Düzdür, bu elan olunanda Azərbaycanın mərkəzi, ürəyi, Bakı düşmən işğalı altında idi. Yəni, bolşeviklərin, Şahin rəhbəri elədiyi bolşeviklərin onun tərkibində də çoxluq ermənilərdən ibarət idi. Sovet hakimiyyətinin, RSFSR hökumətinin ciddi müdafiə elədiyi Şahin hökumətinin əlinin altında idi. O cümlədən də bu dövrdə 1918-ci ilin mart ayından başlayaraq Şahin göstərişi ilə Bakı quberniyasında, o cümlədən də Yezabet quberniyasının bəzi qəzalarında çoxsaylı qətliamlar, soyqırımlar törədilmişdi. Adını da qoymuşdu, biz Sovet hakimiyyətini qururuq, bolşevik hakimiyyətini qururuq. Halbuki həmin dövrdə Bakı Sovetinin əsas silahlı qüvvələri erməni dəstələrindən ibarət idi. Bakının azad edilməsi yalnız və yalnız nizami hərbi qüvvənin hesabına baş verə bilərdi. Bu məqsədlə Osmanlı dövləti tərəfindən Qafqaz İslam Ordusu yaradıldı. Ağabey Şeyx zamanlı rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti 1918-ci il yanvarında İstanbula yollandı. Həm Osmanlı Sultanı ilə, həm Baş naziri ilə, Ənvər Paşa hərbi nazirlə görüşdülər və Qafqaz İslam Ordusunun yaradılması ilə bağlı onların razılığını aldılar. Həmin razılığa əsasən ilkin olaraq Ənvər Paşanın qardaşı Nuru Paşa Qafqaz İslam Ordusunun yaradılacaq belə bir qurumun komandanı təyin edildi və Azərbaycana göndərildi. Nəzərdə tutulmuş ki, onunla birlikdə Osmanlı zabitlər Azərbaycana gəlsinlər və Azərbaycanlıları təşkilatlandıraraq bir milli ordunun qurulmasına kömək göstərsinlər. Qafqaz İslam Ordusu Nuru Paşanın komandanlığı altında 1918-ci ilin yayında Azərbaycan Xalq Cümhuriyyətinin yardım çağırışına cavab olaraq Qafqaza göndərildi. Əvvəlcə Gəncəyə gələn Qafqaz İslam Ordusu çox keçmədən Bakı istiqamətində əks hücuma başladı.
Strateji bir səbəblərdən Qafqaz İslam Ordusunun yaranması zərurətə çevrilmişdi. Faktiki olaraq o böyük bir missiyanı Qafqazlarla, Türkistanla bağlı geniş bir coğrafiyanı əhatə edən bir hərbi struktur idi ki, yaradılırdı və mən deyərdim ki, bu elə hədəf Turan idisə, bir Turan ordusunun yaradılmasının əsası qoyulurdu, zəmini qoyulurdu. Lakin bunu həqiqətən bir, belə deyək də, Turan ordusunun rəmzi bir strukturuna çevrilməsi artıq az sonra, bir neçə ay sonra gerçəkləşəcəkdi. Bu da Azərbaycan Cümhuriyyətinin yaranması dönəmindən artıq təsadüf etdi. Amma nəzərə alaq ki, Nuri Paşanın zabit kiçik hərbi heyətlə may ayında Gəncə gəlməsi yerli vəziyyətlə tanışlığı tamam başqa bir nəticə ortaya qoydu ki, bu qədər mürəkkəb bir vəzifənin öhdəsindən gəlmək üçün zaman yox idi ki, yerli qüvvələrdən ordu düzəldib sonra əməliyyata başlamaq. Ona görə Nuri Paşa da müraciət elədi Osmanlı dövlətinə, xüsusən də Ənvər Paşaya ki, bura peşəkar bir ordu göndərilməlidir. Və həmin dönəmdə artıq 5-ci divisiya Osmanlı dövlətində nəzərə alaraq ki, 1-ci Dünya müharibəsinin davam etdiyi dönəmdə çox geniş coğrafiyada hərb savaş aparırdı. Amma buna baxmayaraq, deməli, onlar o dövrün leksikonu ibarəsi ilə desək, Xəzər sahilində bir müsəlman şəhərinin, bir türk şəhərinin namusunu, deməli, xilas etmək üçün 4 illik müharibənin yükünü öz üzərində çəkən əsgərlər bir mənalı şəkildə qərar verdilər və gəldilər, deməli, bu şəhəri azad etməyə. Amma Bakı şəhərinin azad edilməsi bir şəhərin azad edilməsi qədər məsələ deyil. Bu çox böyük bir məsələ idi. Daşnak Bolşevik qoşunu darmadağın edilərək geri çəkilmək məcburiyyətində qaldı. Bir-birinin ardınca Göyçay, Kürdəmir, Ağsu, Şamaxı azad edildi. Əsas istiqamət Bakının azad edilməsi, Bakının Azərbaycanın mərkəzi şəhərinə çevirməsi, Bakını düşmənlərdən, yəni erməni silahlı qüvvələrindən təmizlənməsi əlbəttə vacib oldu. Və bu baxımdan Azərbaycan Xalq Cümhuriyyətinin liderləri çox düzgün istiqamət götürərək məhz əsas diqqəti yönəltdilər Bakının azad edilməsinə. Nuri Paşa Azərbaycanın tanınmış hərbiçilərindən bir yerdə, məsələn, Əlağa Şıxlinskina general, sonra Həbib və Səlimovun da başda olmaqla Azərbaycanın bu dövrdə döyüşkən qüvvələri var idi. Lakin bunlar nizamlı deyildi, hərbi sursatı yox idi, peşəkarlığı yox idi. Əlbəttə, düşmənin qüvvələri qarşısında topu, tüfəngi, aeroplanı qarşısında əlbəttə bu yetərli olmazdı. Ona görə Türk qardaşlarımız qısa bir zamanda iyun, iyul, avqust, sentyabrın 13-nə kimi artıq gəlib Biləcərdə dayanmışdılar. Bakı şəhərinin Daşnak Bolşevik işğalından azad edilməsi üçün ilk cəhd 1918-ci il avqustun 5-də göstərildi. Həmin gün Qafqaz İslam Ordusu əlahiddə Azərbaycan korpusu ilə birgə Qurd qapısı istiqamətindən Bakı üzərinə hücuma keçdi. Qafqaz İslam Ordusu 4 iyun müqaviləsinin imzalanmasını, qarşıya qoyduğu tələblərə əsasən, şərtlərə əsasən Azərbaycan arasında çox ciddi, çox belə qanlı döyüşlərə qatıldılar. 1918-ci iyun ayının təxminən ortalarından Qala Məryəm ətrafından başlayaraq və Bakıya qədər çox ağır, məşəqqətli, fədakar və çox şərəfli bir qəhrəmanlıq yolu keçdilər. Bunlar hamısı bu hərbi qardaşlığın nəticəsi idi. 1918-ci il avqust ayının 13-də Qafqaz İslam Ordusu komandanının əmrinə əsasən Azərbaycan əlahiddə Azərbaycan diviziyasının yenidən formalaşdırılmasına başlandı. Burada da qarşıya belə bir məqsəd qoyulmuşdu ki, Azərbaycanın milli qüvvələrinin mümkün qədər olan sürətlə təşkilatlandırılmasına nail olmaq və Azərbaycanın müstəqilliyinin, suverenliyinin müdafiəsini və Azərbaycanın milli qüvvələrin öhdəsinə buraxmaq. 1918-ci il avqustun 17-sində Britaniya ordusunun generalı Denstervillin Bakıya qoşun çıxarmasını Erməni Milli Şurası böyük sevinclə qarşıladı. Denstervillə Bakı neftinə sahib olmaq və Qafqaz İslam Ordusunu şəhərə buraxmamaq tapşırığı verilmişdi. Denstervillin ordu qərargahı Avropa otelində, ordunun digər xidmətləri isə Metropol mehmanxanasında yerləşdi. Burada bir amil də və çox mühüm amil var idi ki, burada ingilislərin, Denstervillin başçılıq elədiyi hərbi qüvvələr artıq o ərəfədə Bakıya daxil olmuşdular. Ərəfə dedikdə tarixə fikir verək, avqustun 4-ü.
Avqustun 4-də polkovnik Stoksun başçılıq elədiyi ilk hərbi ingilis qüvvələri Bakıya daxil oldu. Sonra isə artıq davamı gəldi. 17-sində general Denstervil özü gəlmişdi. Yəni avqustun 4-də ingilis hərbi qüvvələrinin daxil olması bu Sentralkaspi diktaturası hərbi qüvvələrinə bir dəstək vermək idi, onların möhkəmlənməsi, güclənməsi demək idi. 5-də isə dediyimiz kimi Bakı uğrunda bu savaş başlamışdı. Ona görə bu amil də çox mühüm amil idi. Türk ordusu dinc əhalini qırmamaq üçün, onların təhlükəsizliyini təmin etmək üçün sülh çağırışları ilə xalqa müraciət etmişdi. O cümlədən də həmin o müsəlmanlara, Azərbaycanlılara qarşı qətliamları törətmiş ermənilərə müraciət olunmuşdu ki, bir neçə dəfə ki, onlar tərk silah olunsunlar, Azərbaycan hakimiyyətini qəbul etsinlər. O cümlədən də Qarabağ ərazisində. Hələ Bakı azad olunmamış, Qarabağda o erməni qan içənlərinin törətdikləri o qırğınların qarşısını almaq üçün hərbi əməliyyata başlamaq mümkün deyildi. Qarabağ hərəkatına başlamaq mümkün deyildi. Amma buna baxmayaraq Nuri Paşa müraciət eləmişdi onlara. Baxmayaraq ki, onlar Qarabağın yuxarı hissəsinə iddia etməmək bir öhdəlik götürmüşdülər Erməni Milli Şurası. Bütün bunlara baxmayaraq, yeni ərazilərə iddia etməmək iddiası götürülməsindən baxmayaraq, iddiaları da davam edirdi, qırğınları da davam edirdi. Qafqaz İslam Ordusu sentyabrın 14-nə keçən gecə Bakı üzərinə başlanan növbəti hücumla qarşıya qoyulan vəzifələri uğurla yerinə yetirdi. Elə həmin günün axşamı Denstervilin qoşunu gəmilərlə Bakını tərk edərək Əncəliyə qayıtdı. Bakıda toplaşmış o düşmənlər öz canının hayına qaldılar və Xəzər dənizi vasitəsilə qaçan qaçdı, ağ bayraq qaldıran ağ bayraq qaldırdı. Sənədlərdə göstərir ki, Erməni silahlı qüvvələrin komandirlərindən bir neçəsi, o cümlə ruslar da İran konsulluğunun xidmətinə sığınaraq sülh təklif eləmişdi. Yəni demək istəyirəm ki, düşmən zərbəni gördükdə, qüvvəni gördükdə təbiidir ki, hökmən qaçmalı idi, təslim olmalı idi. Həmin dövrdə hətta belə bir fikir də var idi ki, Bakısız Azərbaycan başsız bədəndir. Bu birləşməsə, çünki iqtisadi potensial, siyasi potensial, xarici dövlətlərlə əlaqə potensialı dünyaya çıxış ola bilməzdi və sonraki talihi sual altına ola bilərdi. O baxımdan Türk qardaşlarımızın, Türk dövlətinin, Türk hökumətinin, Türk hərbi qüvvələrinin belə bir məqamda kömək edilməsi qısa bir zaman kəsiyində şəhid vermələrinə rəğmən sentyabrın 15-nə kimi müxtəlif istiqamətlərdən Bakıya doğru böyük bir yürüyüş başladı. Türk və Azərbaycanlı əskərlərdən ibarət Qafqaz İslam Ordusu 1918-ci ilin sentyabrın 15-də Bakını düşməndən tamamilə azad etdi. Azərbaycan xalqı öz paytaxtında ilk dəfə müstəqil dövlətinin bayrağını dalğalandırdı. Bakı şəhəri azad edildikdən sonra Əlahiddə Azərbaycan Korpusunun 1-ci diviziyası Qarabağa göndərildi və Qarabağda erməni qiyamlarının qarşısının alınması üçün. Əslində bu diviziyanın tərkibində də həm Azərbaycan, həm də bir inteqrasiya olmuş bir diviziya idi və burada da Azərbaycan və Türkiyənin hərbi qardaşlığı öz nəticəsini, ifadəsini göstərdi və Qarabağı çox tezliklə azad etmək mümkün oldu. Cəmil Cahid bəy 1-ci Azərbaycan diviziyasının rəhbəri idi. Azərbaycanla Türkiyə arasında qardaşlıq münasibəti sadəcə coğrafi və etnik yaxınlıqdan deyil, ortaq tarix, dil, mədəniyyət və dini dəyərlərdən qaynaqlanır. Bu münasibətlər əsrlərlə möhkəmlənərək həm çətin günlərdə, həm də zəfər anlarında öz gücünü tarixin yaddaşına əbədilik həkk edib. Bakı uğrunda savaşda Qafqaz İslam Ordusunun struktur, yəni hissələri ilə yanaşı könüllü hərbi dəstələrin gücləndirilməsi, Bakı kəndlərinin hərbi baxımdan bu məsələlərə səfərbər olunması, görkəmli sərkərdə Həbib bəy Səlimov deməli onlara başçılıq edirdi. Onun da əsas missiyası Xəzər sahili deməli ərazinin, bir də Bakıya gedən yolların təhlükəsizliyini təmin etmək idi. Bu çox bəlkə də elə Azərbaycan hərb tarixi, ümumiyyətlə Türk hərb tarixi üçün çox mühüm savaşlardan biridir. Bakı əməliyyatı əslində o hərb tarixində öz yerini tutan bir əməliyyat idi ki, istər birinci, ikinci o müdafiə xətlərinin atəş açılmadan
tutulması axşam əməliyyata deməli başlayaraq və onların artıq tutulduqdan sonra yerində möhkəmlənib arxadan gələn qüvvələrin onlara çatması, səhər açılarkən hücuma keçməsi və nəhayət 36 saatlıq bir döyüşün nəticəsi. Və bunu da kifayət qədər, yəni hərbçi, peşəkar İngilis generalının ifadəsi ki, dünyada artıq heç bir qüvvə Bakını xilas edə bilməzdi türklərdən. Bax, belə bir missiyanı Qafqaz İslam Ordusu uğurla həyata keçirdi. Sentyabrın 16-sında Bakıda qələbə münasibəti ilə hərbi parad keçirildi. Paraddan Nuru Paşa, Xəlil Paşa, general Əlağa Şıxlınski, polkovnik Həbib bəy Səlimov, Azərbaycan parlamentinin, hökumətinin üzvləri, Bakı və ətraf kəndlərin sakinləri iştirak etdilər. Möhtəşəm tarixi qələbədən sonra sentyabrın 17-sində Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin paytaxtı Gəncədən Bakıya köçürüldü və Azərbaycanda dövlət quruculuğunun əsas mərhələsinə start verildi. Osmanlı ordusu Bakının azad olunması üçün həyata keçirilən hərbi əməliyyatlarda 1142 şəhid verdi. Azərbaycan Milli Ordusunda və Xilaskar Türk Ordusunda ümumilikdə 5000-ə yaxın əskər və zabitlər şəhid oldu. Azərbaycanda hərbi əməliyyatlar keçirilən bölgələrdə Türk ordusunun dəfn edildiyi şəhidlərin məzarlığı xalqımızın ziyarət yerinə çevrildi. 100 ildən çox bir vaxt keçməsinə rəğmən biz 2020-ci ilin sentyabrın 27-sində Azərbaycanın zəfər yürüşünə başlaması, Ermənistan tərəfindən, Ermənistan ordusu tərəfindən işğal edilmiş və 30 ildən çox işğal altında saxladığı ərazini azad edilmək üçün hərbi yürüşə başlamaq ərəfəsində əlbəttə bizim qardaş Türkiyəmizin, necə 1918-ci olduğu kimi, siyasi dəstəyə, mənəvi dəstəyə çox böyük ehtiyac olduğundan o saat o dəstəyi biz gördük. Və bu dəstə nəticəsində Azərbaycan, müzəffər Azərbaycan ordusu məhz öz hərbi qüvvələrinin texnikasının hesabına, bacarıqlı sərkərdəsinin hesabına biz qısa bir zamanda düşməni məhv elədik və düşməni Azərbaycan torpaqlarını qovub və zəfər bayrağımızı Azərbaycanın Şuşa şəhərində, Laçınında, Kəlbəcərində, digər ərazilərində dalğalandırdıq. Ulu Öndər Heydər Əliyevin bir millət, iki dövlət ifadəsi bugün Azərbaycan-Türkiyə münasibətlərinin ideoloji əsasını təşkil edir. Heydər Əliyev həm siyasi, həm də mənəvi baxımdan bu qardaşlığın qorunması və inkişaf etdirilməsi üçün mühüm qərarlar qəbul etdi ki, bugün bu ideyalar Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin və Türkiyə Cümhuriyyəti prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altında real iqtisadi, siyasi əməkdaşlığa çevrilir. Bu qardaşlıq Azərbaycanın müstəqilliyinin bərpa edildən sonra da yenidən rövnaq tapdı, yenidən o təbii axarına düşdü və məlumdur ki, Azərbaycan müstəqilliyini əldə etdikdən sonra Azərbaycan dövlətinin ilk xarici əməkdaşlıq cəhdləri qardaş Türkiyə ilə bağlıdır. İlk bizim hərbi müqavilələrimiz, dövlətlər arası müqavilələrimiz Türkiyə ilə bağlıdır və bu qardaşlıq özünü 44 günlük vətən müharibəsinə qədər də göstərdi və həmin dövrdə də ifadə elədi. 15 sentyabr Bakı zəfəri təkcə hərbi uğur deyil, həm də tarixi yaddaş, milli qürur və qardaşlıq simvoludur. Əgər Azərbaycan Cümhuriyyəti mayın 28-də 6 bənddən ibarət istiqlaliyyət aktı ilə dünyaya bəyan edilmişdisə, onun real olaraq artıq var olmasını 15 sentyabr tarixli Qafqaz İslam Ordusunun qələbəsi təmin elədi. Və o özü Azərbaycan dövlətçiliyinin artıq real olaraq bir əsrdən sonra bərpa olunması, respublika formasında modern dövlət olaraq qurulması həmin tarixdən başlayır, 15 sentyabr 18-ci ildən. Və bu günə qədər də biz o Cümhuriyyətin, o Qafqaz İslam Ordusunun qələbəsinin nəticəsinin, belə deyək, qürurla bəhrəsini görürük və bir Azərbaycan vətəndaşı, müstəqil, suveren bir dövlətin vətəndaşı kimi hər dəfə 15 sentyabr 18-ci il tarixini xüsusi olaraq qeyd etməliyik ki, bizim modern dövlətçiliyimizin əsası gerçək olaraq həmin tarixdən başlayır. Bugün bu zəfəri qeyd etməklə biz yalnız tariximizi xatırlamırıq, həm də milli birliyimizə işıqlı bir yol açırıq. Bu birlik eyni soykök, eyni tarix, eyni mədəniyyət,
eyni ruhdur. 44 günlük 2. Qarabağ müharibəsi zamanı bizi Türkiye ve Pakistan dəstəkləmişdir. Türkiye ve Pakistanın dəstəyi bizi ruhlandırırdı, bizə əlavə güc verirdi. Bu böyük siyasi və mənəvi dəstəyə görə biz hər zaman qardaş ölkələrin rəhbərlərinə, qardaş xalqlara minnətdarıq. Qardaş xalqların bizə olan dəstəyi bizə güc verirdi, bizi ruhlandırırdı və iradəmizi gücləndirirdi. Bugün bizim üç tərəfli əməkdaşlığımızın yeni səhifəsi açılır və bugün müzakirə etdiyimiz məsələlər, əldə edilmiş razılaşmalar əminəm ki, bizi daha da bir-birinə yaxın edəcək. 1918'de Azerbaycan'da kurulan Cumhuriyet İdaresi nasıl istiklalin ve hür iradenin timsali haline geldiyse, Karabağ'daki bağımsızlık zaferi de bugün Azerbaycan'ı çok daha güçlü ve müreffeh kılıyor. Muzaffer Başkomutan Sayın Aliyev'in barışın da mimarı olarak adını tarihe yazdıracağına inanıyoruz. İstikrar abidesi olarak yükselen Azerbaycan'ın başarılarıyla hepimiz gurur duyuyoruz. İstiklal ve istikbal yolunda verdiğimiz şanlı mücadeleleri, şehadetleriyle taçlandırılan kahramanlarımızı rahmet ve saygıyla yad ediyorum. Keçmişimiz bir olduğu kimi, gələcəyimiz də birdir. Bir millət, bir ordu kimi.